Səni gecə ikən küstərəsti götüzdürərəm. Gecə ikən götüzdürərəm. Sumqayıt şəhəri 9-cu mikrorayon 42-ci məhəllədə yaşayan Aytəkin Bayramova qaynar xəttimizə müraciət edərək qonşusu Tünzalə Ağamiyeva və onun oğlu Amin Məmmədovun təzyiqlərindən bezdiyini bildirib. Aytəkin Bayramovanın sözlərinə görə, hətta vəziyyət o həddə çatıb ki, qonşunun narahat edici davranışları səbəbindən 2 ildir ki, qızını məktəbə göndərə bilmir. Təmir gedəndə Tünzalə yaxınlaşdı. Mən də ki, niyə mənim evimi almamısan, bunu almısan? Mən də dedim ki, yəni mən 2 otaq istəyirdim. Sonra problemlər başladı. Oğlu qapını pul istəyirdi. Sonra müxtəlif əşyalar istəyirdi. Mən də yəni evimdə azyaşlı qız olduğuma görə yəni təbii ki də yox deyirdim. Yəni qanunsuz xəttlər kəsilibdi. Dövlət tərəfindən tək o yox, müxtəlif adamların suyu kəsilmişdi. Mənə şər atdı ki, sən mənim suyumu niyə kəsdirmirsən? Anam deyir ki, mən deyir damarlarımı doğrayacağam. Mən damarlarımı doğrayacağam, sən buradan getməsən. Anam gedir, tap yenə zərbə ilə qapıya. Keçən dəfə balta ilə vurur qapıya. Balta ilə dağıdır buraları. Səni deyir Əhmədi tutmadılar, məndən niyə edəcəklər ki? 2 ildir məktəbə gedə bilmirəm. Məktəbə gedəndə Tünzalə ilə oğlu Amin mənim saçımdan tutub divar möhkəmdən vurur, təpik vurur, sonra məni nalayiq ifadələr səsləndirir, məni təhqir eləyir. Çəkiliş zamanı üstümüzə bıçaqla hücum etməyə cəhd göstərən Tünzalə Ağamiyeva hədə qorxu gələrək çəkiliş prosesini dayandırmağa çalışdı. Yəni axırı bilirsiniz də pis ola bilər. Nə pis ola bilər, nə edərsən? Daha sonra cəhdlərinin uğursuz olduğunu görən Tünzalə Ağamiyeva müsahibə vermək istədiyini bildirdi. Şərdir, böhtandır. Siz xanıma qəti inanmayın. Oğlumun 19 yaşı var. Dəfələrlə şərciyir. Uşağımı tək qoyub gedirəm. Burada 10 dənə qonşu var. Onu da işdən gəlirəm ki, yemək istif verib, çay istif verib. Buranın ən ərkəsöyünü demək olar, ən dərisi mənəm heç. Məndən əgər hamı yola gedirsə, ondan niyə yola getmir hamı? Məsələ barədə digər qonşuların da mövqeyini öyrəndik. Aytəkin Bayramova 3 il bundan qabaq bura gəlib. Onacan biz sakit yaşamışıq. Yaşlı kişilər var, onlar şəhərləyir qızı ilə. Qonşuları şəhərləyir. Yoldaşı hamını şəhərləyir. Onun əlindən biz bura 7 dənə kameraya yerləşdirmişik ki, yəni onun yalanlarını sübuta yetirək. Onların istədiyi nədir ki qonşulardan? O ümumiyyətlə neçə yerdə yaşayıb, hər yerdən də onu qovublar. Gecə saat 1 bilmir, 2 bilmir, gah qışqırır, gəlir uşaqlarımı narahat edir, döyür qapını ki, uşaqların qaçmasın. Paltar asırıq, götürüb mənə polisə vermişdi ki, bəs pastel asır, mənə pəncərəmin qabağına tutur, işığı kəsir. Məhkəməyə verib qaynanamdan 300 manat təzminat aldırmışdı. Mən özüm 40 ilə yaxında burada yaşayıram, amma bir qonşu ilə hələ bir problemimiz yaşamamışıq. Amma bu gələndən da bu binada polisə, məhkəməyə verilməyən adam qalmayıb. Onun səhifələrinə girəsiniz, görün nə qədər Sumqayıtda neçə yerləri o şikayət edib ziyan verib olaraq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq Nazirliyin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, fakt üzrə ərazi polis orqanında araşdırma aparılır. Ümid edirik ki, araşdırmanın nəticəsinə uyğun olaraq qanuna uyğun müvafiq tədbirlər görüləcək. Onu da qeyd edək ki, çəkiliş zamanı əməkdaşlarımıza qarşı soyuq silahla törədilən hücuma cəhd əməli ilə bağlı müvafiq orqanlara müraciət edərək şikayətimizi rəsmi şəkildə təqdim etmişik. Məsələni diqqətdə saxlayacağıq. Fəridə Şahbazova, Əsgər İbrahimli, APA TV.